qadınlarda erkən yaşlanmaya səbəb estrogen azlığı ola bilər. Bugün bu haqqda danışmaq istəyirəm. Əslində təbii fizioloji klinik zamanı, menopauza zamanı estrogen hormonunun azalması qadınlarda dərinin zəifləməsinə, turqorun azalmasına, daha nazik, quru dərinin və qırışların yaranmasına səbəb ola bilər. Bu da xanımın zamanla yaşlanmasını göstərir. Ancaq bəzi hallarda da estrogen defisiti, erkən menopauzalar, yumurtalığın disfunksiyası, yumurtalığın erkən tükənməsi halları və bir çox hormonal xəstəliklərdə estrogen defisitinin özünü göstərə bilər və nəticədə də pasientin fiziki olaraq görünüşündə yaşından daha yüksək göstərməsi, dərisinin nazik olması, qırışların sayının artması ilə özünü göstərir. Belə olan hallarda müxtəlif bahalı kremlər, üz prosedurları köməyinizə bir o qədər də çatmayacaq. Çünki əsas məsələ hormonlardır və hormonal disbalansı müayinə etmək ilk şərtlərdən biridir. Bu disbalansın aradan qaldırılması düzgün diaqnozdan asılıdır. Diaqnoz qoyulduqdan sonra düzgün müalicə aparılarsa, hormonal verilmiş dəstək sizin dərinizin tez toparlanmasına, daha şux olmasına səbəb olacaqdır. Ona görə də dəri ilə əlaqəli problemləriniz varsa və tez-tez kosmetoloqlara müraciət edirsinizsə, hormonal konstitusiyanızı yoxlamaqdan ötürü mütləq endokrinoloqlara yaxınlaşın və aparılan birgə müalicə tədbirləri sizin daha gənc və daha gözəl dəriyə sahib olmanıza şərait yaradacaqdır. Özünüzlə müğayət olun. Sonda tez-tez kosmetoloqlara müraciət edən rəfiqələrinizi təqib etməyi unutmayın. Özünüzə yaxşı baxın.